Salam değerli əziz izləyicilərimiz. Bugünlər Binə mərkəzdə tam asfaltın üstündə İrşadın böyrü dostlar. Gördüğünüz kimi İrşaddır. İrşadın düz yanında sizin üçün 5 otaqlı paket qubçalı bir 2 mərtəbəli evin çəkilişinə gəlmişik. Değerli dostlar, evimizin qiyməti videonun sonunda deyiləcək. Tam asfaltın üzərindədir. Qazı, işığı, suyumuz daimdir. Sayğacları her bir şey mevcuttur. İpotekaya yararlıdır. Kamerası kimi her bir şey var. Həyəti də ki gördünüz dostlar. 2 maşınlıq qəşəng həyəti var. Evimizin ön görünüşünü sizin için göstereyim. Çok qəşəng evdir. Həqiqətən də keyfiyyətlə tikilmiş evdir dostlar. 1 ilə 2'nin arası beton monolitdir. Burada həyətdə çöl üçün əl yuma yeridir. Burada əlavə olaraq belə bir ayaq yolusudur və kombisidir. Stipolun sistemi də buraya. Motor göstərir dostlar, yəni ucuzlu motorlardan da qoyulmuşdur. Həqiqətən də keyfiyyətli işlər görünübdür. Tam keyfiyyət. Değerli dostlar, bu bizim həyətimizdir. Evimizin digər yan tərəfini də sizə göstərim. O belə deyim də bugünkü gündə qiymət də münasibdir. Şəhərə yaxın tərəfdir. Koroğlu ilə bu evin arası maşınla 15 dəqiqəlikdir dostlar. Girişdə belə bir koridorumuzdur. İstipoldur dostlar. İstipoldur. İlk olarak tabii ki hanımları nəzərə alaraq mətbəxlə tanış edeyim. Mətbəximiz də qəşəng genişdir. Şəbəkə pəncərədir. Bu hissədə belə bir monitordur. Qapıdan kim gəldi görə bilərsiniz. Burada bizim belə bir qonaq otağımızdır. Qonaq otağımız qəşəng genişdir. Həqiqətən də çox qəşəng. İstənilən möbellərinizi rahat şəkildə yerləşdirə bilərsiniz. Bu da kombinin içəridəki pultutda, yəni evin içində. Bir də gedib orada reqrovka vermişdir. Evin içində də reqrovka verə bilərsiniz. Bu bizim belə bir hamamımızdır, qəşəng. Aksesuarlarına kimi hər bir şey qoyulubdur, kabinası yığılıbdır. Bu ayaq yuma yeridir dostlar, həqiqətən də. Her şey güzel fikirləşdirildi. Bu bizim ayak yolumuzdur. Asma tavandır. Forçukasına əlavə ventilator da qoyulubdur dostlar. Aboylarımız həqiqətən də bahalı aboylardır. Keyfiyyətlə iş görülübdür. Qalxağın 2-ci mərtəbəyə. Değerli dostlar, satmaq üçün tikilsə də, təmir olunsa da, yəni bugünkü gündə işin keyfiyyətinə söz yoxdur həqiqətən də. Yuxarıda da 4 dənə yataq otağıdır. İlk olaraq bu yataq otağından başlayaq. Bu bizim bir yataq otağıdır. Bu bizim ikinci geniş yataq otağımızdır. Burada bizim üçüncü geniş yataq otağımızdır. Burada bizim uşaq otağıdır. Desk otaq deyirlər. Bu da bizim uşaq otağımız belə. Və yuxarı mərtəbənin sanitar və sanuzeli. Aksesuarları, hər bir şey yerindədir. İndi inşallah keçəcəyik evin balkonundan tanış edəcəm sizi. Bu bizim evin balkonudur. Qəşəng. Yəni gördüğünüz kimi 160'ın yoludur dostlar. 160'ın yolu. Yəni mərkəzdir. Qiymət değerli dostlar. Evimizin qiyməti 250.000 manata və üzülü sayısız alır. Üzülü sayın 250 yox 240 minə. 240.000 manata deyilir. İnşallah gəlinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah halınızı satanda xeyir versin. Sağ olun, var olun.